Bəzən deyirlər ki, işsizlər sığortalanmayacaq. Bu düzgün deyil. Əksinə ilk dəfə olaraq qanunda yazılıb ki, işsizlər üçün icbari tibbi sığortası dövlət tərəfindən ödənilir. Eyni zamanda uşaqlar, pensiyaçılar, əmək qabiliyyəti olmayan şəxslər də dövlət tərəfindən sığortalanır. Yəni yeni qaydalarla dövlət tərəfindən icbari tibbi sığortası ödənilənlərin sayı ötən illərlə müqayisədə 9 dəfə artır. Bunu parlamentin plenar iclasında Maliyyə naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, yalnız qeyri-formal işçilər üçün dövlət tərəfindən sığorta haqqı ödənilməyəcək. Onların özü bu haqqı ödəməlidir. Söhbət qeyri-qanuni işləyən şəxslərdən gedir ki, bunu da icra orqanı təyin edəcək. Onların gəlirləri sorğulanacaq. Dövlət tərəfindən onlara bir dəfəlik icbari tibbi sığorta haqqı ödəyərək tibbi xidmətlərdən yararlanmaq imkanı yaradılıb. Bu haqda yanlış fikir formalaşdırıldı, dezinformasiya yayıldı.